Suriyanın müdafiəsi Türk əsilli generala tapşırıldı. Suriya ordusunda nəzərdə tutulan yeni islahatlar çərçivəsində Dəməşqin müdafiəsinin və ölkənin cənub sərhədlərinin mühafizəsinin Türk əsilli general Muxtar Türkiyə həvalə olunacağı planlaşdırılır. Today Press TV xəbər verir ki, bu barədə məlumatı Suriya TV yayıb. Məlumata görə Suriya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin yenidən təşkili layihəsini müzakirə edir. Bildirilir ki, Muxtar Türkiyə Suriyanın keçid prezidenti Əhməd Əl-Şaranın ən yaxın silahdaşlarından biri hesab olunur. Onun rəhbərlik edəcəyi korpusun Dəməşqin müdafiəsinə və İsraillə həmsərhəd Suriyanın cənub bölgələrinin təhlükəsizliyinə cavabdeh olacağı iddia edilir. Qeyd olunur ki, Muxtar Türki daha əvvəl İdlibdə fəaliyyət göstərən silahlı qruplaşmalarda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Dəməşq əməliyyatlarının əsas komandirlərindən biri olub. Qeyd edək ki, bu məlumat hələlik Suriya hökumət tərəfindən rəsmi olaraq təsdiqlənməyib.